Hər vaxtınız xeyir əziz izləyicilər. Sizi futbol verilişimizin 3-cü buraxılışından salamlayıram. Bugünkü iştirakçılarımız Tağı və Aqil olacaq. Qarabağ klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu hansı kluba qarşı keçirmişdi? Buyur Aqil. Bəli, düzgün cavabdır. Keçirik. Cavab yoxdursa, Nazım. Popesco. Finalda. UEFA Super Kubokundan söhbət gedirdi. Buyur, Tağı. Ya da Hakan. Yardım. Bəli, doğru cavabdır. Rəqibinə kömək etmiş oldun Aqil bu arada. Mən bu yapabilirim. Hal-hazırda hesab 17 Tağı sənin xeyrinədir. Ancaq 2 sual qalıb. 2 suala Aqil doğru cavab versən, qalib sən olacaqsan. Əgər bir sualı qaçırsan, artıq məğlubiyyət qaçılmazdır. Premier Liqada tarix boyunca ən çox qol vuran futbolçu kimdir? Alan Şəhər. Alan Şirer doğru cavabdır.